bundan alacağım mən. Kiməsə pul verəndə qazanam, kiməsə pul verəndə baş əri vermirlər. Yox, Verməyə qarnında uydurmalısan ya da Bir dənə nəsə. Allahın xatir var da qardaş. Allaha xatir düzgün verəndə o başı qada bala zat nədir? mənim Ya adət bu deyirlər. itaq pis gündədir. Daha belə. Sənə müraciət edir. Sən qada balanı da bunun pis gündə yenə üstə verirsən. Allah xatirinə versən o ayrı məsələ. Pula qalmış olsa da Mən dilənçi deyiləm. Mən sadəcə olaraq Yox, pul istədim. Bugünkü Pul- qardaş Məsələn, bir sənətə sən bir söz deyim də. Bu dəqiqəki halda da bir dənə sayırsan bilmirdin də ola bilsin. Bir dənə sənə üzr istəyir, bilmədim demək istəyir. Buradan ayrı bir heç bir şey yox. Hə o əksiklik deyil. Dədə babadan göstəriblər ki, Dədə baban vaxtında səhv eləyib, sən də o səhvi Düzgündür. addımlamaq. Dədə baban vaxtında səhv eləyib, sən də o səhvi Düzgündür. addımlamaq. Özün o yerdə qoy da. Özün o yerdə qoy. Qəbul edirsən elə bir şey. Heç özünü o yerə qoyma. 2 dəqiqə sən bu vəziyyətə düşərsən. Yox, mən o vəziyyətdə. Hə niyə düşmürsən? Mənim özüm pulum param var. Onu Hə Allah sən pulun xərcləyir. paran var, kişi. Ağlın sən kimə gedir? Nə olub, sən niyə mənlə danışırsan ki? Niyə mənlə danışırsan? Ayırdan danışıram deyəndə buna da. Hə sən məni tanıyırsan, Yox, hə? mən sənə yaxınlaşmışam. Hə? Yox, heç bir deyil, sən mənə yaxınlaşırsan, mən sənə yaxınlaşmışam. Nə? Ardıqlansın. Mən Gəncədə. Hə, mən də sınqlaşıram. Laf yaxşı, har aşağı sən olayıb, Qaqa, ifade fərqi edirəm ki, yox, mən sənə elə yaxınlaşmışam. Sən mənə yaxınlaşıbsan. Qardaşa görə yaxınlaşmışam. qardaş, Sən mənə görə onu da narahat sağ. olmayın. Qardaş, mənə görə Yaxşı, narahat. Mən Yaxşımı zat Düz nədir? eləmədi. Niyə düz eləmirəm ki? Elə o düzgün Hə, hərəkət. yox. salam verir. Mən 2 gündür çörək yemirəm. Olar mı 20 qəpik verəsiz buradan pul qalım yeyim. Yox qardaş, mən çörək pulu istədim. Sən də başına fırlayıb verirsən o pulu. Götür də veririk. 10 sənə daxilsi yoxdur, başımıza fırlayıb veririk. Pul istədim, pul Qardaş, mən indi bu günə düşmüşəm. Yəni o demək deyil ki, mən yəni o qədər də yəni pis vəziyyət. Pul istədim, mən Sən başına fırlayıb versən onu mənə. Yəni məni alçaldısan sən. Mən sadəcə olaraq ac olduğumu mən sadəcə olaraq çox ac mən qardaş çox ac olduğuma görə sənə yaxınlaşdım dedim. Sən də belə hərəkət edirsən. Mən də bir manat verirəm. Usta daşımıza pul ifadə edənə nədir? Adətlərini yoxdur. Biraz başına yox. Mənim özüm tezgahım var. Qardaş, mənə görə narahatım yox. Bəs sadəcə narahatlıq bir dəqiqə qoyuram. Başına fırlayıb vermək lazım. Ya adətən nəyi get? Getmə. Gəl dəqiqə var. Yanımda xanım var, bilməm. Ya xanım var elə sən özünə bir hörmət elə başına fırlayıbsan mat. Qardaş, mənə görə narahat olma. O adətən nədir? O hamı deyir elə. Nə ya başına fırlayıb kiməsə pul verir. Qardaş, oradan da gəlirlər polislər. Onu İşində mənə və görə bölümdə, narahat olma. dostunda, tanışında səndən pul istəyir. Başına fırlayıb verirsən pulu. Yox, yaxınlarıma yox. Mən Ya da yaxın tanımısan səndən pul istəyir, vermirsən vermə. O nə deməkdir? Çıxart başına pul. Qada balamız buna getsin. Ya qadabalan niyə buna gedir? Elə bunun qadabalası sadəcə. Qardaş, mənə görə narahat Ehtiyacı olma. var. Hə, baş ehtiyacı olmasa gəlir ki, yəqin ki, burada belə şey Sən eləməz. niyə məndən belə aqressiv danışsan ki? Buradan bilmirəm, gedir yox salam. 20 qəpik verə bilərsiz oradan pul qalım. Çox xarcmışam. 2 dəqiqə. Buradan getmirik yox. Hara getirirsiniz? Yeni Gəncəyə. Yeni Gəncəyə. Yeni Gəncəyə buradan zəminin 1-ə düz yandı. Bir düz deyir. O da Hə, bildim. Gözlüyün. Allah. Xata balamız getsin. Siz də gəlin. Al. Hər şey adam Götür də. adam elə verər. Ya bırak qaş, bırak gəl. Qoy verin də, verin götürsün. Adətən elə deyil. Ay yox, adam elə. Adətən nənəmiz elədir də, başına fırlayıb pul verirsən. Yox. Qaqaş, yaxşı, gəl bunu qoyun, başqa manatı verin. Xoşuna gəlirsən, mən başmaq pulu sabiq. Adətən nədir də, nə olacaq ki? Bildim, dilənçi deyilsən. Adətdəndir də deyirlər başına pul fırlayıb Adətən verirsən. dinimizdə elə şey var. Və niyə yoxdur ki, demirlər xatabala Dində elə şey getsin. yoxdur. Dinə pul şart qoşma. Hala da, hala götür. Hala. Hala da verim götür. Götürmə. Pul versin. Hə. Heç nə. Başına fırladım, verdim, götürmür pulu. Başına fırlayıb adət. Nə adət? Dində adət var. Var da adətən önəmizdə başa Ne konuşsan sen dində adət yox da Allah şərik qoşma. Başa Ne konuşsan sen dində adət yox da Allah şərik qoşma. Başa
Sizin əlinizdən daha bezdik. Allah, xatabalarımız getsin bunu. Allah da. Niyə götürmüsən? Verirəm də pul sənə. Pul istəmirsən, pul verirəm. Həmişə yaxşı olasınız. Demirəm, iyi dəniz. İnşallah gələndə də yenə nə lazım olsa var. Allah. Deyirəm, puldur, fərqi nədir? Xatabalamız da, adətdir də, mən düz eləmədim. Başıma fırladım, verdim. Cavan oğlansan, niyə gel işləmirsən ki? Bu xanım işləmir. Bu xanım hardan alırsan gəlib? Get qəşəng kişilərdən, qəşəng oğlanlardan pul al. Niyə gəlib xanımlardan pul al? Yetimçilikdən bölmüşəm. Mən də yetimçilik Yetimlər evindən mən. Biz də yetimiş valla. Yetimlər Götür də verirəm. Yəni bu siz nətər? Yaxşı, uzatma. Ay, qazanam, qoy cibinə. Allah, Yeni Yəni siz gənciyə mənim yerimdə döyürsüz deyə bilmirsiniz buna görə. götürmüsən, götürmüsən. Parkın qabağına. Parkın qalanı. Bir dənə çevir. Çalışın 11 mağa. Oradan 11 mağın bu tərəfinə 20 keçir. Fərqi yoxdur 20 10. Promo gedir yoxsa yox? Bir promo üstünə keçir. Ha, içinə girmək istəyirsiniz? Tamam, hə. 20 20 qəpik verə bilərsiniz mənim özüm oradan pul qalar. Dilənçi deyiləm. 20 Allah. qəpik 2-dən pul qalacaq. Allah. Sən Allah xatabalamız geçsin sənə Allah. Ay yox, xata bala lazım deyil. Allah da Allah şahidi mən dilənçi deyirəm. demədim pul Allah da verirəm götür. Niyə ki orada nə var? O adətən nədəndir də başına fırladım verdim. Götür də Allah. Dilənçi döysən, biz sənə dilənçi demirik, sadəcə olaraq Allah get nə istəyirsən al da. Siz mənə alçaldın o 1 manatı verirsiniz. Mən onu nətər? Nə alçaldılsına nədir ki sənə? Allah da puldur veririk ki get. Yox, neynisən? Veririk də manatdır. Fərqi nədir ki? Nə olacaq ki, yəni xatabalamıza, gəl sənin də başına fırlayım. Dilənçi deyiləm siz. Mən sənə dilənçi demirəm, amma prosta ki, yəni. Yox, neynisən? Qoy getsin də, Allah verirəm, get. Nə olacaq ki? Hərsiz 20. Salam. Yeni Gəncəyə necə gedə bilərəm? Yeni gənciyə 20-yə min qadas, get aşağıdan. Aha, Aşağıda bax, buradan qabağına keç. 20-yə min çox düz ora. qurublayacaq. Yox, bax buradan keçiddən keç, Umerman qabağına, Astanovka var. 20-yə min düz aparacaq. Yaxşı. Dilənçi deyiləm. Ala. Gözləyin, ala. Xatabalamız geçsin sənə, ala. Ala. Sən Allah elə eləmə. Ala da, pul istəmirsən? Yox, adətən ənəmiz elə deyil. Ala, Yox, eləmə. ala get. Eləmə. Görüm bu nə vəziyyətdədir. Yox, pul istəyir də, onu da verir. Eləmə, yox, eləmə. Sadəcə olaraq 18 yaşından mən yetimlər evindən sonra Xala, adətdən deyil bu, yəni başına fırlayıb eləmək. Sadaqa vermə, o pulun özünə qalsın. Hədə bəs sadaqa deyəndə. Lazım deyil. siz məni alçaldınız. Ay, nə alçaldacam ey səndə. Mən sadəcə olaraq Manatdır da, fərqi nədir? Yox. Yox, Birini alma, ikisini al. Allah bu bəs eləyir ya. Allah da verirəm, mən verirəm də, pul verirəm. O şeyi mən mən sənə yol göstərdim, anan kimi deyirəm. Amma bu şey xoşuma Bir dənə gəlmədi. kameraya əl eləyim. Ya mən üçün iş görürəm. Deyirəm kameraya əl eləyim. Səsim düşdü. Hər şeyiniz düşdü. Götürün bunu. Hər dəfə. Pulunuzu gətirin. Sosial ekstremist